Salam dəyərli Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran sizləri salamlayıram. Deyirsiniz bu nə çəkilişdir, bu nə videodur. Bildiyiniz kimi mən səhifədə, düzdür, mənim səhifəm maşın səhifəsi olsa da, mən səhifədə bir neçə fərqli videolar da paylaşmışam. Bu həm şəhid videolarıdır, həm digər videolardır. Bu günlərimdə doğma vətənim, doğma yurdum, elim obam olan Göyçay rayonundayam və Göyçay rayonunda ənənəvi nar festivalı keçirilir. İstədim sizlərə də bir xülasə kimi, bir video kimi göstərim ki, Göyçayımda necə nar bayramı qeyd olunur. İnşallah indi xatırladaq ki, Göyçay nar bayramı Göyçay rayon mərkəzi stadionunda keçirilir ənənəvi olaraq və inşallah daxil olacaq içəridə. İnsan izdihamı çoxdur, insan kütləsi çoxdur. İnşallah ki, çəkiş eləyəcəm, maraqlı epizodları çəkib göstərəcəm, izləmədə qalın. Gördüyünüz kimi insan izdihamı hədsiz dərəcədə çoxdur. Sən nə tərsən? Baxırıq. Belə də göstərin və hələ də insan izdihamı, insan axını gəlməkdədir. Digər bölgələrdən, Bakıdan, Sumqayıtdan, Abşerondan və adın çəkmədiyim bölgələrdən insan axını var Göyçaya. İnşallah ki, mən də çəkib göstərəcəm sizlərə. Asta-asta maraqlı epizodları çəkib göstərim sizlərə. Burada festivala özəl Göyçayın belə deyək, kəndlərinin, kənd bələdiyyələrinin qurduğu stendlər var. İnşallah ki, o stendlərə bir-bir yaxınlaşacağıq, çəkişimizi edəcəyik. Yəni icazə versələr. Burada gördüyünüz kimi hər növ narlar var. Hansı kənddir? Bığır kəndi. Bığır kəndi. Narı ilə məşhur Bığır kəndimiz. Təbii nar şirəsi, min bir dərdin dərmanı. Burada da hər növ narlar mövcuddur. Salam aleyküm. Hansı kənddir? Mırtı. Mırtı. Eşq olsun Mırtı kəndinə. Burada da nar məhsullarından, nardan hazırlanmış belə deyək məhsullarımız var. Hər növ məhsullarımız var. Gülöfşan narı, Qaragilə narı, Kazaki, Vələs narları. Hansı kənd? Çaxırlı. Eşq olsun Çaxırlı kəndinə. Gördüyünüz kimi hal-hazırda təbii nar şirəsi. Baxırıq. Hansı kənddir? Şəkər. Eşq olsun Şəkər kəndinə. Yenə də hər növ məhsullarımız var. Burada sizə bir maraqlı bir elə epizod çəkim. Buna el adətində bizdə xoruz quyruğu deyirlər. Xoruz pipiyi belə deyək, xoruz pipiyi. Nə işin? Gördüyünüz kimi hansı kənddir? Eşq olsun Alxasaba kəndinə. Burada Ləkçibulaq kəndinin stendidir. Burada da gördüyünüz kimi üzrü sayın bir çox nardan hazırlanmış məhsullar var. Eşq olsun Ləkçibulaq kəndinə. Yenə gördüyünüz kimi nardan hazırlanmış məhsullar və burada turşularımız da var. Hansı kənddə anam? Şəhadət. Eşq olsun Şəhadət Qarabağlar kəndinə.
Bu da Aşağı Qəriyə Məryəm nümayəndəliyi və Dövranlı kəndinin stendi. Qəşəng bir kuklamız da var burada. Əl işlərdə hamısı baxın, əl işinə baxın. Nargiləsindən hazırlanmış təbii hər bir şey. Hansı kənddir? İncə kəndi. Eşq olsun İncə kəndinə. Salamlar buradan İncə kəndinə. Hər növ nar məhsullar da yenə də var. Burada da təbii toxunma əl işlərimiz var. Baxırıq, yenə nar məhsulları mövcuddur. Hansı kənddir? Mallışıqlı. Salam olsun Mallışıqlı kəndinə. Burada da kitab sərgimizdir. Gördüyünüz kimi hər növ kitablarımız mövcuddur. Mənimsə marağımı bir kitab çəkib. Mən kimi? Yəni gəlib oxuya bilərsiniz siz də. Yəni kitablar həqiqətən kitab bir elmdir. Siz də elminizi daha da gücləndirə. Burada da bir maraqlı söz kitab oxumursa evlənəm. Qəşəng əl işindən toxunma gördüyünüz kimi kuklalarımız var. Gördüyünüz kimi qəşəng işlərimiz var. Sizə verəcəyik. Hansılar birdən? Bunu sənə verəcəm. Burada da hər növ ətirlərimiz mövcuddur. Göstərə bilərəm. Bu da vizitkaları, Instagram səhifəsi və WhatsApp əlaqə nömrəsi. Həmçinin WhatsApp əlaqə nömrəsi var. Siz də zəng eləyə bilərsiniz. Çatdırılma edərəm. Şəhərdə var. Burada da əl işindən hazırlanmış gözəl gördüyünüz kimi hər ad və ya adın baş hərfi, həmçinin burada gördüyünüz kimi gözəl əl işlərimiz var. Və burada qəşəng bir əl işlərimiz mövcuddur. Burada da rəssamların gözəl və maraqlı əl işləri mövcuddur. Gördüyünüz kimi baxırıq. Gözəl əl işlərimiz də var burada hal-hazırda. Sizə də belə maraqlı əl işləri lazım olarsa, Fəridə Cəlili həm Instagram, həm TikTok səhifəsi var, həmçinin də WhatsApp-dan əlaqə saxlaya bilərsiniz və burada əsas bir əl işimiz var. Sadəcə əhsən. Yenə də gördüyünüz kimi əl işləri sərgidədir hal-hazırda və gözəl toxunma əl işlərimiz var. Baxırıq. Burada belə bir çəşik eləyirəm ki, insan izdihamı. Yəni, bütün yenə də qeyd edirəm, bölgələrdən, rayonlardan Göyçaya axın var. Xatırladaq ki, günün sonunda Göyçayda konsert proqramı təşkil olunacaq. Respublikamızın adlı sanlı müğənniləri gəlib burada öz musiqiləri ilə Göyçaylıları və Göyçayın qonaqlarını feyziyyab eləyəcəklər. Sonda da atəşfəşanlıq olacaq. Gözəl əl işlərimiz var. Gördüyünüz kimi. Burada da həmçinin həm ətirlərimiz, həm gözəl əl işlərimiz.
Bəli, keyfiyyətli ətirlərimiz var belə deyək. Burada da yenə də istənilən hərif adınızın baş hərfini axtarsanız qəşəng belə əl işi var. Gəlib tapa bilərsiniz. Bu stolda da maraqlı belə işlərimiz var. İlgare. Bize tavdakan ağacı. Tavdakan ağacı. Tavdakan. Çok az var. İki tane var idi orada. Bir tane daha. Burada da gördüyünüz kimi maraqlı əl oyunları var. Maraqlı əl oyunları mövcuddur. Burada da gördüyünüz kimi texnika vasitələrimiz var. Biri-birindən gözəl traktorlarımız sərgidədir, həm də satışdadır. Və istəsəniz Loval traktorları yeni nəsil zəng eləyib maraqlana bilərsiniz. Burada bal məhsulları, biyan balı, Kəlbəcər, Dağçanan balı, gördüyünüz kimi İsmailli balı, Qaratikan balı. Bəli. Arılar da maşallah. Maşallah. Belə. Bu da stentimizdir. İnsan izdihamı yenə də davam eləyir. Turistlər, şəhərimizin qonaqları gəlirlər, gəzirlər, maraqlanırlar və sizlərə bir şey göstərmək istəyirəm. Baxırıq. Kaka bir de icazədə şəkil çəkirik. Mustafa. Deməli bu əl əsəri kareta videoda da gördünüz. Göyçaylı şəxs tərəfindən hazırlanıb 2017-ci ildə hazırlanmağına başlanılıb və 2025-ci ildə bitib. Baxırıq. Həqiqətən, yəni əl əməyi sərf olunub buna. O tərəfdən. Bəli, bu tərəfə qapatsın. Aha, bir dənə aç da buradan, nə olar? O tərəfə bir də girməyim. Bağlıdır, eybi yox. Video çəkmək. Maşına. Dənə baxaq. Burada toxumaq olmasa olmaz. Yuxarıda da İslam ölkələrinin bayraqları əks olunub. Açıqdır qapısı. Bir dənə aça bilərsiniz zəhmət olmasa. Bəli. Nasıl bu yer oldu? Deyəcəm, səhifəni göstərəcəm. Bu da Hələmə həqiqətən səhifə. Gəldik bizim səhifənin belə deyək, reglamentinə uyğun olaraq maşınlarımıza, Göyçayımızda gördüyünüz kimi bir-birindən gözəl antikvar maşınlarımız mövcuddur. Görürsünüz 1951-ci ildə Rusiyanın Gorki avtomobil zavodunda istehsal edilib və qorunub saxlanılır hal-hazırda Göyçayda. Bu da növbəti əfsanəvi bir maşınımız. Bu da qorunub saxlanılır. Qaz 21, bir dəqiqə yaxınlaşdıracağım. Modeli 1969-cu ildə Rusiyanın Gorki avtomobil zavodunda istehsal edilib. Bu da növbəti maşınımız M21, nömrəsi də 021. Baxırıq. Deməli, bu maşınımız da 1969-cu ildə Rusiyanın Gorki avtomobil zavodunda istehsal edilib və qorunub saxlanılır. Aslında bu maşına Moskviç deyirlər. Həqiqətən də Moskviçdir, motu deyirlər belə deyək. Və baxırıq, Moskviç 407 modeli 1962-ci ildə Moskva şəhərində istehsal olunub və Göyçaylı sakin tərəfindən qorunub saxlanılır. Mən çox görmüşəm həqiqətən. Belə deyək də, bizə yaxın kəndim sakininin avtomobilidir. Səhv eləmirəmsə maşın sahibinin adı İlqar olmalıdır. İlqar əmmimiz.
M21 modeli 64-cü ildən, bəli, Rusiyanın Gork avtomobil zavodunda istehsal edilib, gördüyünüz kimi. Bu maşının həm nömrəsi, həm özü çox gözəldir həqiqətən. Bir dənə oranı da yaxınlaşdırım, çəkim. Deməli 1965-ci ildə Rusiyanın Gork avtomobil zavodunda istehsal edilib və Göyçaylı sakin tərəfindən gördüyünüz kimi yeni kimi qorunub saxlanılır. Bir çox belə deyək, böyük rütbəli şəxslərin idarə etdiyi maşınlardan olan Volga, belə deyək, Qaz M24 Volga 1982-ci ildə Rusiyanın Gork avtomobil zavodunda istehsal edilib. Nömrəsi də maşallah 10023. Göyçaylı olduğu demədən göstər. Gəldi Zaporojets markalı avtomobilin yanına. Baxırıq, deməli Zaporojets 968M modeli 1991-ci ildə Ukraynanın Zaporojye şəhərinin kommunal zavodunda istehsal edilib. Göyçaylı sakin tərəfindən qorunub, saxlanılır. Növbəti Zaporojets markalı avtomobilimiz. Bu maşınımız isə 1990-cı ildə Ukraynanın Zaporojye şəhərinin kommunal zavodunda istehsal edilib. Göyçaylı sakindən məxsus. Bəli. Və qorunub, saxlanılır. Belə bir-birindən gözəl retro avtomobilləri çəkdim, göstərdim. İnşallah ki, çəkişə yenə davam edəcəyik.